Selam dostlar. Bildiyiniz kimi millətimiz və Azərbaycan çox güclü bir daxili istimar əsarətindədir. Elə bir daxili istimar ki, Türk xalqının bir bölümü də, bəlkə bir böyük bölümü də asimilə siyasətinə məruz qalması üçün və eyni halda siyasi bilgisizliyi üçün bu əsarətin davamlılığında rol oynamaqdadır. Bu 100 illik köhnə düzənin bozmasının cavabı yalnız və yalnız bir faktora bağlıdır. O faktor millətimizin həm Güney Azərbaycanda və ümumiyyətlə İranda güclənməsi, daha çox güclənməsi, ən çox güc ilə meydana gəlməsi ilə mümkündür. Amma bu güclənmə üç faktorun iç-içə durduğunda mümkün olacaqdır. O üç faktorun birisi xalqımızın milli maarifləşməsidir. İkincisi isə siyasət sahəsində düzgün, doğru, demokratik bir milli siyasətin ələ almaqla mümkün olacaqdır. Üçüncü faktor isə organizə olma, təşkilatlanma. Yəni lider aramaq yerinə siyasi təşkilatlara, siyasi partiyalara sevkənmə və onları gücləndirməklə mümkün olacaqdır. Mən bu danışıqda o düzgün siyasət sahəsində milli hərəkatımızda bölüşməyə səbəb olan, ayrılıqlara səbəb olan və hətta hərəkatı ətomizə formuna salan bir mövzunun haqqında danışmaq istəyirəm. O mövzu hərəkatımızda bayraq məsələsidir. Bildiyiniz kimi aktivistlərimizi, siyasi təşkilatlarımızı və hətta hərəkatın içində bir türlü bölüşmələrə səbəb olan faktorların biri də bu və ya o bayraq milli hərəkatımızın bayrağıdır deyə aktivistləri, təşkilatı bir-birindən bir türlü ayırır və hərəkatın içində bölüşmələrə və hətta qahən didişmələrə də səbəb olur. Birinci sual, bu məsələyə düşünəndə İranın siyasi coğrafiyasında yaşayan fərqli xalqlar və millətlərin milli və siyasi hərəkətlərinə baxdığımızda belə bir problemlə qarşı-qarşıya gəlmirik. Yəni, məsələ bəluçlara baxdığımızda bir bayraq meydana gəlir. Kürdlərə baxdığımızda bir bayraq meydandadır. Ərəblərin hərəkatına diqqət etdiyimizdə yalnız bir bayraqla meydana çıxırlar. Hətta lorlar belə eyni bayrağı çıxardırlar. Amma türklərə və türk milli hərəkatına Azərbaycanda və İranda gəldiyimizdə təxminən 9 bayraq meydana çıxır. Mən bu danışıqda çalışacağam bayraq haqqında və bayraq haqqında mövcud olan bu pərişan hallığı milli hərəkatımızın sıralarında ələ alıb və onun haqqında bir beyin fırtınasına müraciət edelim. Baxalım, bu beyin fırtınasından Güney Azərbaycanda və ümumiyyətlə Türk millətinin İranda bu qədər çox bayraqlılığı hardan meydana gəlmişdir? Və sonunda da bu pərişan hallığa necə son qoymaq olar deyə siyasət tarixinə, biliminə, təcrübəsinə dayanaraq fikrimi sizinlə paylaşmağa çalışacağım. Əvvəl elə birinci sualdan başlayaq. Nə üçün İranın siyasi coğrafiyasında yaşayan millətlərin hərəsini bir bayraq təmsil edir? Ya hərəsinin və ya hər millətin bir bayrağı vardır, amma türklərə gəldiyimizdə Azərbaycanda 7, 8, bəzən 9 bayraqla
təmsil olmağa çalışan siyasi aktivistlər var. Bu suala cavab tapmaq əsla və əbəda çətin və zor bir iş deyildir. Xüsusilə Türk millətinin tarixində dövlət quruculuğuna baxdığımızda istər-istəməz hər qurulan bir dövlətin bir bayrağı meydana çıxacaqdır. Bu ənənə tarixdə yalnız türklərin deyil, hər bir dövlət qurma təşəbbüsündə olan bir millət istər-istəməz dövləti qurulduğunda onun bayrağını da qaldıracaqdır. Yəni hər dövlətin bir bayrağı olur. Amma bir millətin bayrağı o millətin siyasi tarixinə bağlı bir faktordur. Yəni bir dövlət bərpa olanda o millətin o siyasi coğrafiyada öncədən bir dövlət qurmuşduysa, o millətin, dövlətinin sürdürücülüyünü təsbit etmək üçün öncəki dövlətin bayrağı kəsinliklə yeni qurulan dövlətin bayrağına çevrilməlidir. Dəqiqən bu hadisədə Azərbaycan Cumhuriyyətində meydana gəlmişdir. Yəni birinci qurulan cumhuriyyətin bayrağı ikinci cumhuriyyətin bayrağına çevrilmişdir. Bu ənənəni siyasi tarixin hər bir yerində görmək olar. İranın siyasi coğrafiyasına gəldiyimizdə və millətlərə aid siyasi hərəkətlərə baxdığımızda qaldırılan bayraqlar o millətlərin ən son qurduğu dövlətlərin və ya dövlətciklərin bayraqlarıdır. Məsələ, Bəluçistanda ən son qurulan dövlətin bayrağı nə isə, bugün Bəluçistanın milli hərəkatı o bayrağı qaldırmaqdadır. Ərəblərin ən son qurduğu dövlətin bayrağı bugün Ərəblərin milli hərəkatının bayrağıdır. Kürdlərə də baxdığımızda bugün onların qaldırdığı bayraqlar Qazi Məhəmməd zamanı qurulan dövlətin bayrağıdır. Farslar isə istər-istəməz Fars dövlətçiliyini təmsil edən bayrağı, Məşrutiyyət Məclisində təsvib olan bayrağı, yəni o Şir Xurşid bayrağını ki, həm Məşrutə və Qacarın son dövründə və həm Pəhləvilər dövründə İranın bayrağı olmuşdu və indi də İran İslam Cumhuriyyətinin bayrağı da bir dini Fars dövləti olaraq yenə də həman o üç rəngə vəfadar qalmış bir bayrağı öz bayrağına çevirmişdir. Uzun zamandan bəri ən azı Səfəvi devrindən əfşarları geçmiş Qacar hakimiyyətindən sonra Pəhləvilər və sonra da İslam Cumhuriyyəti bu üç rəngli bayrağın haqqında da bir neçə cümləni demamız zəruridir. Bugün Fars milləti qaldırılan üç rəngli bayraq ortasında bir aslan və günəş İran siyasi coğrafiyasında bərpa olan Türk dövlətlərinin bayrağıdır. Səfəvilərdən başlanmış, hətta ucları Səlcuqlara yetişən bir bayraqdır ki, Əfşar devrində və sonra da Qacar devrində davam etmiş və Qacar devrinin məşrutə zamanında birinci məclisdə təsbit olmuşdur. Amma çox təəssüflə bu bayraq Qacar devrinin son aşamalarında Fars dilli bir dövlətin bayrağı olub və sonra da Pəhləvi sülaləsi hakimiyyəti yetirəndən sonra bu bayrağı Fars dövlətçiliyinin bayrağı kimi ələ alınıb, qaldırılıb və davam etmişlər. Bu bayrağın tarixi acınacaqlı və həqiqətən təəssüflü bir tarixdir. Elə buna görə də Qacarın son dövründə Fars dilli bir dövlət, sonra Pəhləvi sülalələri və İran İslam Cumhuriyyəti meydana gələndən sonra bu bayraq və üç rəng Fars millətinin bayrağına çevrilmişdir. Amma bildiyiniz kimi bu üç rəng, yaşıl, ağ və qırmızı rənglər siyasi tarixdə türklərin bayraqlarını təmsil edən rənglər olmuşlar. Hətta bugün Azərbaycanın və Türkiyənin bayraqlarına baxdığımızda ağ, qırmızı və yaşıl rənglər bu iki dövlətlərin bayrağında təmsil olmaqdadır. Amma Güney Azərbaycana gəldiyimizdə və milli hərəkatın meydana gətirdiyi bayraqlara baxdığımızda çox qaba bir soru qarşımızda durur. Əcəba bu millətin siyasi tarixində
dövlət quruculuq yoxmu ki, öncəki dövlətin bayrağı bugünkü milli hərəkatın bayrağı kimi dalğalansın? Türklərin İran adlanan siyasi coğrafiyada dövlət quruculuğunun uzun ənənəsi vardır. Ən son qurulan və uzun tarixə sahib olan Türk dövləti Qacarların dövlətdir ki, 125 il İranın siyasi coğrafiyasında hakim olmuşdur. Amma və təəssüflə bu dövlətçiliyin son aşamalarda fars dilli bir dövlətə çevrilməsi üçün onun istifadə elədiyi bayraq da fars millətinin bayrağına çevrilmişdir. Amma Qacar dövləti çevriləndən sonra belə 1945-ci ildə Güney Azərbaycanda Milli Hökumət adı ilə bir dövlət bərpa olmuşdur. Yürütmə, yargı və yasal gücləri ilə, himni ilə və bayrağı ilə bu dövlət həyatına bir il davam etmişdir. Hətta bir aşamada mərkəzi dövlətlə müzakirədə bir legal dövlətə də çevrilmişdir. Baxmayaraq ki, bu dövlət bir ildən sonra baskıya uğradı və çox böyük cinayətlərlə mərkəzi dövlət tərəfindən bastırıldı, amma o dövlətdən qalan miras mediada və filmlərdə çox aşkarca gözümüzün önündədir. Rəsmi törənlərdə, küçədə xalqın yürüşlərində və fədai dəstələrin rejəsində Azərbaycan Milli Hökumətinin bayrağı hər zaman qaldırılmaqdadır. Bugün milli hərəkatımızın sıralarında olan təşkilatların bir neçəsi də Azərbaycan Milli Hökumətinin bayrağını daşımada və qaldırmadadır. Amma milli hökumətimizin bayrağı bugün milli hərəkatımızın sıralarında bir məzlum bayraq kimi görünməkdədir. Bu bayrağın milli hərəkatın sıralarında məzlum qalması Güney Azərbaycanda dövlətçilik ənənəsinə sayğı göstərməmək mənasına gəlir. Bu torpaqlarda dövlətçiliyin sürdürücülüyü diqqət mərkəzinə alınmır deməkdir. Bu aydın siyasi tariximizi gözdən keçirəndən sonra yenə də siyasət ənənəsini Azərbaycanın siyasi tarixindən ataraq bir bayrağın mövcud olma yerinə, yəni Azərbaycanın ən son qurduğu milli hökumətin bayrağı yerinə bir neçə bayraq, hətta 8-9 bayrağın meydanda olması bu sualı qarşımıza qoyur ki, nə üçün bir bayraq yerinə bir neçə bayraq Azərbaycanın siyasi meydanına sürülmüşdür? Və bir bayraq yerinə bir neçə bayrağın meydana gəlməsi istər-istəməz bir millətin siyasi cəhətdən tarixi hafizəsinin silinməsi deməkdir. Tarixi hafizəsini itirən bir millət siyasi sahədə bir qazanc əldə edə bilirmi? Bura gəldiyimizdə bir tərəfdən bir neçə bayrağın milli hərəkatın sıralarında meydanda olmasının nədənlərini aramalıyıq və bir neçə bayrağı da eleştirel bir baxışla gözdən keçirəcəyik. Ondan sonra isə bayraq sahəsində çıxış yoluna baxacağıq. Xalqımızın siyasi tarixinə rəğmən, hətta Türk xalqının dövlətçilik tarixinə rəğmən ki, hər zaman dövləti olub bayrağı olmuşdur, amma Azərbaycanda və İranda Türk milli hərəkatı meydana gəldiyində bu hərəkatın meydana gələn bayrağı normal olaraq Güney Azərbaycanda qurulan son dövlətin bayrağı deyil, bəlkə bir neçə bayrağın meydana gəlməsinə şahid oluruq. Qıssa kəsirsəm, bu böyük və qaba yanlışlığın səbəbi bir əsas və iki elementə dayanır. Əsas faktor milli hərəkatın sıralarında dərin təcrübəsizlikdir. Amma bu təcrübəsizliyin iki elementi vardır. Birinci element siyasi tariximizdən, yəni Güney Azərbaycanın siyasi tarixindən bilgisizlikdir. Kim bu siyasi tarixdən bilgi əldə olsaydı və ya lazımi bilgi əldə olsaydı, hər kəsə aydındır ki, 1945-ci ildə Güney Azərbaycanda Azərbaycan Milli Hökuməti qurulmuşdur və o milli hökumət bayraq sahibidir. Yəni
bugünkü milli hərəkatın bayrağı kəsinliklə 1945-ci ildə qurulan Azərbaycan Milli Hökumətinin bayrağı bugünkü milli hərəkatın təkcə bayrağı olmalı idi və olmalıdır. Və amma ikinci element, təcrübəsizliyin ikinci elementi bayraq məsələsi ilə ideolojik davranmaqdır. Yəni, Güney Azərbaycanın milli və siyasi aktivistləri siyasi bilim yoxsunluğu bir tərəfdən və ideolojik duyğusallıq bir başqa tərəfdən onları siyasətin ən önəmli yönü, yəni bir siyasi tarixdə bir dövlətçiliyin sürdürülür simgəsi, yəni bayrağı gözdən atma və görməmə gətirib çıxartmışdır və onun sonucunda ideolojilara duyğusal yaxlaşmaqla, məsələ istiqlaliyyət, məsələ bütövçülük məfkurəsi əsasında Güney Azərbaycan üçün yeni bayraqlar cizib və Güney Azərbaycanda siyasət meydanına atmışlar. Və bu vasitə ilə bir milli hərəkatın bir bayraq yerinə və o bayraqda yalnız və yalnız Güney Azərbaycanda ən son qurulan dövlətin, yəni Azərbaycan Milli Hökumətinin bayrağı yerinə bir neçə bayraq fərqli təşkilatlar tərəfindən Azərbaycanın siyasət meydanına atılıb və bugünkü bayraq davasına yersizcə meydan hazırlamışdır. Bugünkü mövcud bayraqlara göz atdığımızda istər-istəməz Azərbaycan Milli Hökumətinin bayrağından sonra milli hərəkatın meydanına atan bayraqların hamısı ideolojik əsasında qurulan bayraqlardır. O bayraqlardan biri isə Azərbaycan Cumhuriyyətinin bayrağıdır. Azərbaycan Cumhuriyyətinin bayrağı bugün Güney Azərbaycanın milli aktivistlərinin qatı bütövçülərinin yanında Güney Azərbaycanın da bayrağı hesab olur. İkinci bayraq isə Camohun tərəfindən çizilmiş və Azərbaycanda milli hərəkatın bayrağı kimi təqdim olmuşdur. Bu bayraq çizgisi isə çalışıbdır ki, Azərbaycan Cumhuriyyətinin bayrağının rənglərin içərisinə alıb, amma bir form dəyişikliyi ilə onu Azərbaycan bayrağına oxşadıb və güya gələcəkdə bu iki bölüm Güney-Quzey bir-biri ilə birləşəcəklər deyə bu iki bayraq da eyni rənglərlə bir bayrağa çevriləcək deyə fərqlilik rəng baxımından orada gözə çarpmır. Amma bu bayrağın çizgisində üçün yalnız rənglərdən qopu götürmək məqsədimiş, o rənglərin nə olması diqqət mərkəzinə alınmayıbdır. Böyük Məhəmməd Rəsulzadə öz silahdaşları ilə o bayrağı hazırlayanda 110 il bundan əvvəl o şəraitə uyğun bir bayraq hazırladılar. Orada yaşıl rəngi İslamiyyət simgəsi olaraq bayrağa yerləşdirdilər. Çünki o zaman İslamiyyət önəmli faktorudur və o səbəbdən isə Quzey Azərbaycanda bərpa olan birinci cumhuriyyətində yaşıl rəng bayrağa yerləşmişdir. Amma bugün Güney Azərbaycanda Türk xalqı bir dini dövləti ilə mücadilədədir. Bir dini dövlətin əsarətindən qurtulmaq istəyir. Yaşıl rəng o dini dövlətin simgəsidir. O dövlətin əsarətindən azad olmağa mücadilə edən bir millət o dövlətin rəngini ya yaşıl rəngi öz mücadilə bayrağına yerləşdirə bilərmi? Bir başqa tərəfdən də İkinci Dünya Savaşından sonra yazılan təməl haqq və özgürlüklərə dayandığımızda və özəlliklə insan haqları bəyannaməsində gələn din və vicdan azadlığına diqqət çəkirsək, bir ölkənin yeni qurulan bayrağında müəyyən bir dinin simgəsi və rəngi olması o ölkədə din və vicdan azadlığını sual altına aparıb və hüquq sahəsində ciddi çatışmamazlığa yol vermək deməkdir. Əlbəttə aydındır ki, tarixi bayraqlar tarixi olmaları üçün tarixi rənglərini, boyalarını da qorumaqda haqlıdırlar. Yəni bizim xalqımızda
Azərbaycan Milli Hökumətinin bayrağını hər hangi rəngi varsa da belə onun tarixi olması üçün onu qaldırıb dalgalandırmaqda haqlı olması kəsindir. Üçüncü bayraq isə gözdən keçirmək üçün Güney Azərbaycanın İstiqlal Partiyasının tərəfindən təqdim olan və çizilən bir bayraqdır. Yəni Azərbaycan Cumhuriyyətinin bayrağının ortasından Araz çayını süzdürərək güya Azərbaycanın quzeyin və güneyinin ayrı olmasını göstərməyə çalışır. Halbuki gerçək tarixdə Azərbaycanın tarixi torpaqları yalnız bugünkü quzey və güneyə bölünməmişdir. Azərbaycan ərazisinin bir bölümü Türkiyədə, bir bölümü isə Gürcüstanda, başqa bölümləri isə Ermənistanda və Rusiyadadır. Yəni Azərbaycan Cumhuriyyətinin rəsmi bayrağının ortasından Araz çayını süzdürmək və Azərbaycanın bölünməsini bu vasitə ilə göstərmək də biraz qeyri-ciddi nəzərə gəlir. Adın çəkdiyim bayraqda istər-istəməz Azərbaycan Cumhuriyyətinin rəsmi bayrağı Güneyin bayrağı kimi təqdim edir. Bu bayrağa və bunun rənglərinə baxdığımızda da Camoh tərəfindən sunulan bayrağın rəngləriniələşdirdiyimdə həmanələşdiri, yəni rənglər baxımından və yaşıl rəngi baxımından bu bayrağa da şamildir. Bir başqa deyişlə Azərbaycan Milli Hökumətinin bayrağı Güney Azərbaycanda özəl olaraq bizim xalqın tarixinə başqa ideolojiyə sevkənərək çizilən bayraqların hamısı Azərbaycan Cumhuriyyətinin bayrağının rənglərini daşımaqdadır. Səbəb də çox aydındır. Türk və Azərbaycan aktivistlərimizin sırasında istiqlala düşünənlər, bütövçü olanlar, turançıların hamısı İrandan ayrılacaq və Azərbaycan dövlətinə qovuşub bir bayraq və həman rəngləri daşıyacaq deyə özləri tərəfindən bir millətə və onun uzun bir dövlətçilik tarixi olduğuna rəğmən bayraq çizmişlər. Və hər kəs də çizdiyi bayrağı milli hərəkatın bayrağı kimi sunmağa çalışır. Hər kəs bu sualı özünə verməlidir ki, əcəba bir millətin milli hərəkəti, baxın milli hərəkət deyirəm, yəni hər kəsi o millətdə qapsayan bir hərəkətin 5 dənə, 10 dənə bayrağı ola bilirmi? Və hər kəs də və ya hər partiya da öz çizdiyi, tarixdən gəldiyi deyil, çizdiyi bayrağı milli hərəkatın bayrağı tanıtmada çalışma, siyasi hərəkatımızın sıralarında gərginliyə yol açmazmı? Və ya gərginliyə yol açmamışmı? Amma və lakin, əgərsə aktivistlərimiz birinci gündən Güney Azərbaycanın dövlətçilik tarixinə baxdığında və ən son qurulan dövlətin, yəni Azərbaycan Milli Hökumətinin bayrağın millətimizin və milli hərəkatımızın təkcə tarixi bayrağı kimi qaldırsaydılar, bugün bir bayraqdan sonra başqa bir bayraq meydanda ola biləcəkdimi? Azərbaycan Milli Hökumətinin bayrağı ən azı minlər insanın qanı ilə təsdiq olunmuş bir bayraqdır. Bir illik hökm sürən dövlətin məclisinin onayını alan bir bayraqdır. Əcəba bu çizilən bayraqlar bir milli məclisin onayından geçmişlərmi? Son sözüm bu ki, həqiqətən məsuliyyət hiss edən aktivistlərimizə, liderlərimizə, birliyimizə, bütövlüyümüzə ürəyi çırpınan təşkilatlar və təşkilatlar məsullarına üz çevirib, onlardan Azərbaycanda gedən milli hərəkatın bayraq mövzusunda təcdidi nəzər etməyə, revizə etməyə dəvət edirəm. Əziz və hürmətli dostlar, silahdaşlar və mücadilə arkadaşlar, milli hərəkatımızın bayrağı harada, Azərbaycanda və Azərbaycandan xaricdə meydanlara çıxdığımızda, küçələrə çıxdığımızda yalnız bir bayraq daşımalıyıq. Yalnız bir bayrağı bir millətin siyasi simgəsi olaraq əlimizə alıb meydanlarda qaldırmalıyıq və bu vasitə ilə bir millətin, Türk millətinin İranın siyasi coğrafiyasında və Güney Azərbaycanda varlığını bir və təkcə bayrağımızın qaldırması ilə təsbit etməliyik.
həm öz xalqımızın sıralarında və həm başqa xalqlara bir millətik deyə yalnız bir bayrağla, tarixi bayrağla, devlətimizin Azərbaycan Milli Hökumətinin bayrağı ilə meydana çıxmaqla yalnız bu vasitə ilə özümüzün birliyimizi, bayrağımızı və dövlətçiliyimizi təsbit edib tərvic edə bilərik. Zaman qoyub məni dinlədiyiniz üçün ürəkdən sizdən təşəkkür edirəm.